Bunların hiçbiri Yeni Azerbaycan Partiyasını yaratmak isteyenleri korkutmadı. Ve o vakit Azerbaycan'ın birçok mentekelerinden, Bakı'dan ve başka şehirlerden bu partiyanı yaratmak isteyen insanlar akıştı geldi Naxçıvana ve Naxçıvanda təsis konferansı keçirdi. Yeni Azerbaycan Partiyasının yaranandan en üstün cəhəti, en müsbət cəhətindən ibarətdir ki, Yeni Azerbaycan Partiyasının amalı, məqsədləri, onun qəbul ettiği program müstəqil Azerbaycan Respublikasında demokratik, hüquqi, dünyavi devlet kurmak, Azerbaycanda demokratik prinsipləri bərqərar etmək, Azerbaycan'ı dünya iqtisadiyyatına bağlamaq, Azerbaycan'da iqtisadi, siyasi islahatlar həyata keçirtmək ve Azerbaycan'ı inkişaf ettirmək məqsədləri. Bunlar hamısı indi Azerbaycan Respublikasının hem daxili, hem xarici siyasətinin əsasını təşkil edir. Görürsünüz, benim sözlerim yazılır. Yeni Azerbaycan Partiyası dünən bugünün ve geleceğin partiyasıdır. Bu, bəli, bizim partiya bugünün partiyasıdır. Biz dünən öz işimizi gördük. Bizim partiya geleceğin partiyasıdır. Kısa müddet ərzində Yeni Azerbaycan Partiyası Ümumxalq Partiya çevrilmiştir. Ve yarandıktan bugüne kadar partiyamız çok büyük, şərəfli ve uğurlu yol geçmiştir.
Bütün bizim əldə edilmiş uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi var, zəhməti var, rolu var. Bugün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bugün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlb edicidir və bu çox müsbət haldır. Bu onu göstərir ki, Azərbaycanda bundan sonra da uzun müddətli, dayanıqlı inkişaf təmin ediləcəkdir və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bugün xalq tərəfindən tam dəstəklənir. Və bugün Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı əlbəttə ki, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iktidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Partiyamızın 6-cı qurultayından 3 il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. 3 il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermiş. Təbii ki, onların arasında ərazi bütövlüyümüzün bərpa edilməsidir. Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə tarixi ədaləti bərpa etdi. Partiyamızın 7-ci qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Hesab edirəm ki, partiya indi yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarına təmsil olunan namizədləri nəzərə alsaq, yeniləşmiş formatda daha fəal olacaq. Ölkə qarşısında duran problemləri daha fəal icra edəcək. As of today, we are supplying natural gas to 14 countries. This ranks Azerbaijan as a top country in the world in terms of number of countries it supplies with pipeline gas. Şanlı zəfərimizin 5-ci il dönümünü qeyd edəcək və son 5 il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür, bunu da alimlər yaxşı bilir və deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib, buna baxmayaraq biz həmişə qabağa baxmalıyıq.